Bəzən uşaqlar dostluq etmək, bir qrupa daxil olmaq istəyirlər. Amma bu istəyi necə ifadə etməyi, qarşı tərəfə necə yaxınlaşmağı bilmirlər. Dramaterapiyada biz uşağın yerinə keçirik. Onun hisslərini, davranışlarını canlandırırıq. O isə bizi izləyir, sanki özünü kənardan görür. Bu uşağa güzgü effekti yaradır. O öz davranışlarını müşahidə edir, nəticəsini hiss edir və tədricən dəyişməyə başlayır. Biz ona bu sən deyilsən demirik. Sadəcə sənin hisslərin və davranışların budur. Bax, necə görünür deyirik. Beləliklə uşaq həm anlayır, həm də davranışını dəyişdirmək üçün içindən gələn motivasiya yaranır. Ancaq bir şeyi xatırlatmalıyam ki, sadəcə terapiya kifayət eləmir. Məktəb mühiti, müəllimlərin yanaşması və evdə valideynin davranışı bunların hamısı bir zəncirin halqalarıdır. Uşaq eyni mesajı həm terapevtdən, həm müəllimdən, həm valideyndən alanda dəyişiklik davamlı olur. Ona görə də hər bir müsbət dəyişikliyin arxasında birlikdə çalışan bir sistem dayanır. Dramaterapiya uşağın özünü anlama yoludur. Amma bu yolu işıqlandıran, ona inanan böyüklərdir. Dolaq bizə artıq. Yox, mən indi ailəmlə danışıram. Necə oldu? Mən sonuncunu bəyəndim. Sən də bəyəndin. Sən hansını davam elətdirmək istəyərsən? Birinci Xədicə kimi olmaq istəyirsən, yoxsa ikinci Xədicə kimi?